Ayşə müəllimə, 9 Mart buraxılış mətnləri doğrudanmı çətin idi, yoxsa yanlış məlumatdır? Uşaqlar, bu arada sizdə üstəgəl işarəsini toxunmağı unutmayın. Bismillah, getdik. Öncə hər kəs salamlayıram. Müəllim, çətin deyəndə bilirsiniz necə? Əgər bu mətni mənə verib və əlavə mənə 40 dəqiqə vaxt versələr ki, bu mətni işlə, o zaman problem olmaz da. Yəni şagirdə biz onu 40 dəqiqə ərzində bir mətni versək, şagird onu rahatlıqla işləyər. Bir şey nəzərə alın ki, 3 saatlıq vaxt verilir, 3 fəndir və hər bir fənnə aid də müəyyən qədər çətin, asan, orta tipli suallar olur. Bu dəfə Azərbaycan dili fənnindən əlbəttə ki, yəni şagird üçün çətin idi əlbəttə. Yəni istər dil qaydası sualları, istər mətn sualları. Məsələn, bu vaxta qədər mətn suallarında biz belə bir şey görməmişdik də. Nə anlamda? Bədii üsluba aid bir mətn verib. Bu arada bədii üsluba aid verilən mətn belə publistik üslub qədər çətin idi. Şagird o mətni anlamaq üçün azı 10 dəqiqə vaxt sərf eləməlidir. Üstəgəl, o mətnin sualları 10 sual olmur. Hər suala, yəni rahat suala 2 dəqiqə vaxt sərf eləməlidir. Belə bir mətn üçün yarım saat, 35 dəqiqə vaxt getdi. İkinci mətn üçün də üstünə gəl 70 dəqiqə bu uşaq iki mətnə sərf elədi. 25 dəqiqədə qrammatikaya sərf eləsə, bunun vaxtı ilə Azərbaycan ilə gedəcək də. Biraz insafsızlıq eləmişdilər. Buna qədər olan mətnlərdə soruşurdular ki, verilmiş cümləni bədii üsluba uyğun zənginləşdir, yaz. Bu səfər 2 cümlə vermişdilər. Bu vaxta qədər olan mətnlərdə bir hikmətli cümlə və ya atalar sözü verirdilər ki, buna uyğunlaşdır, yaz. Mətndə bu fikri təsdiq edən, təksib edən fikri yaz. Bu səfər 2 faktla sübut istəyirdilər. Bu vaxta qədər bir fakt verib, bir müddəa, bir fakt soruşurdularsa, indi bir fakt verib, 2 fakt və bir müddəa soruşurdular. Yəni mətnin belə deyim, həcmini də böyütmüşdülər, sualların həcmini də böyütmüşdülər və üstəgəl fikir verdinizsə, hər bir sualda seçmə sual idi, 6 bənd idi və deyim artıq o strategiyasını da buraxıb artıq. Məsələn, şagird 3-cü cümlə bilir ki, yanlışdır. 3-ü çıxanda ən azı 3 variant gedir. İndi 3 bilirsən yanlışdır, 3-ü çıxırsan cəmi bir variant çıxır. Şagird məcburdur ki, 6 variantın 6-sını da oxusun və bu da bunun kifayət qədər vaxtını alır. Üstünə gəl şagirdin stresin, ingilis dili fənnindən zəif olanlar var, riyaziyyat sualları, təbii ki, açıq sualları, qapalı sualları hamı deyir ki, ay keçən il kimi düşüb, yox, açıq sualları həqiqətən də çətin idi. Və bunların hamısı üst-üstə gələndə əlbəttə ki, bunu 3 saat ərzində bacarıb yazmaq olmazdı. Yəni ağır idi. 3 saata sığışdırılmayacaq suallar idi. Kim deyirsə ki, asan idi, yox. Yəni əməl başda 9 mart imtahan verənlərin haqqına girdilər bu imtahanda. Aha, başa düşdüm. Bəs blokda nə etməliyik? Blokda nə etməliyik? Yəni buraxılışı belə eləyən, deyirək sən saydığınsa gör fələklə sayır. Buraxılışı belə eləyən əlbəttə ki, blokda istədiyini eləyə bilər. Biz o vaxt imtahan verəndə Azərbaycan dili, yəni 3-cü qruplar səviyyəsində düşürdüsə, 3-cü qruplara düşən riyaziyyat biraz yumşaq olurdu da.